Horemhop'un başçılıq elədiyi Misir ordusu Aminidlərlə olan neçə illik müharibədən sonra qələbə ilə Tips şəhərinə daxil olur. Misirin pərverdigarı və böyük hökmüdarı Axnatuna salam olsun. Allahın salamı olsun, məğrur əmirlər Horemhop və Rudamuna. Əgər cənab hökmdar icazə versə, döyüş meydanından kiçik bir məlumatı nəzərinə çatdırardıq. Düzdür, əmir Horemhopun və Misir ordusunun uğurlarından xəbərdar olsam da, bunu özünün dilindən eşitməyin başqa səfası var. Bu cənab hökmdarın sonsuz lütfüdür. Amunitlər Misir hökumətinin sərhədlərinə hücum edib saysız hesabsız qətl və qarət törətmiş, sərhədlərimizi öz xeyirlərinə dəyişməyə cəhd göstərmişlər. Onları bir hücumla məğlub eləyib, minlərlə nəfərini öldürdük. Evlərini viran edib qadın və uşaqlarını əsir götürdük. Onların sərvətinin böyük hissəsi də Misir ordusunun əlinə keçdi. Onları məğlubiyyətə uğratdıqdan sonra padşahlarını bütün ordunun qarşısında arvad uşaqları ilə birgə boynunu vurduq və onun cəsədini... Mən qəhrəmanlıq və qələbələrinə görə əmir Horemhop'a təşəkkürümü elan edirəm. Cənab, danışılmalı macəralar çoxdur, gərək... Mənim qətl və qarət eşitməyimə taqətim yoxdur. Misir hökumətinin hazırki əminamanlığının əmir Horemhop'un cəfakeşliyinə borclu olduğunu bilirəm. Əgər sizin şücaət və dözümünüz olmasaydı, bəlkə də bugün Misir dövləti mövcud olmazdı. Cənab hökmdar sizin döyüş barəsindəki məlumatınızı dinləyəcək. Amma ölüm və qırğınları nəql eləməyin. Döyüşdən elə danışın ki, hökmdar Axnatunun narahatlığına səbəb olmasın. Binarus, yorğun əmirlərimizə ləzzətli şərbətlə rahatlıq bəxş eləmək istəmirsən? Onlara bax. Məyər nə qədər buğda istəyirlər ki, bu qədər heyvan gətiriblər? Şişmiş qarınlarını görmürsən? Onların qarnını doyurmaq üçün bundan da çox buğda lazımdır. Bəs bunlar kimdir? Şimaldan olan qonşularımızdır. Buğda almağa gəliblər. Yəni bizim o qədər buğdamız var ki, onlara da verək. Görürəm, kahinlər də buğda almağa gəliblər. Bəli, özü də 3 dəfə artıq qiymətə. Hal-hazırda məbədin vəziyyəti bunlarınkindən də pisdir. Nə üçün bizə kömək eləmirsiniz? Nəzərinizə çatdırım ki, bu əcnəblər də bizim kimi insanlardılar. Digər tərəfdən, onlar uzun illərdir ki, Misir hökumətinə xərac verirlər. Öz pulları ilə Misir hökumətinin xəzinəsini zənginləşdiriblər. İndi qıtlığa düşən zaman da bizim vəzifəmiz onlara kömək eləməkdir. Tanrınız Amun dövlətli tanrıdır. Öz sərvətinin bir hissəsini Amun məbədinin kahinlərinə sərf eləsə nə ziyan olar? Var idi bir zamanlar. İndi Amunun heç nəyi yoxdur. Nəyi vardısa sən almısan. Cənab, o Amun məbədinin xəzinədarıdır. Özü də bilmədən bizə şad xəbər verdi. Şad xəbər? Bəli. Sonra biləcəksən. Getdik. Bəzi peyğəmbərlər digər peyğəmbərlərdən daha üstün və daha artıq fəzilətlidirlər. Baba,
Yəni sizdən əvvəl başqa peyğəmbərlər də olub? Məndən əvvəl çoxlu peyğəmbərlər olub oğlum. Məndən sonra da olacaq. Bütün insanların atası Adəmdir. Nuh və mənim babam İbrahim məndən əvvəl olublar. Yusif və digər peyğəmbərlər məndən sonra olacaqlar. Sonuncu peyğəmbərin adı Əhməddir. O, əmim İsmailin övladlarından biri olacaq. Ata, bəs hansı peyğəmbər bütün peyğəmbərlərdən üstündür? Peyğəmbərliyinin əhatəsi hamısınınkindən geniş olan, peyğəmbərlərin hərəsi dünyanın bir hissəsinin hidayəti üçün məmur olublar. Məsələn, mən öz qövmümün hidayəti üçün seçilmişəm. Amma bir peyğəmbər olacaq ki, o bütün cahanda Allahın hökmünü icra edəcək. Və o, axırıncı peyğəmbərdir. Niçin Binyamin gəlmədi? Məyər mənim onu gözlədiyimi bilmir? Narahat olma, ata. Onun dalınca gedərəm. Mən tarlanı biçmək üçün getmişdim. Düzdür, çox yaxşı məhsul olmasa da, elə bu az məhsulu da götürməsək, acından ölə bilərik. Yorulmuşdum. Dedim, bir qədər dincəlim, sonra Benyamin, gedim... Sən bilirsən ki, o hər axşam sənin görüşünün intizarındadır. Onu intizarda qoymamalısan. Bacı, axır vaxtlar elə iş çıxır ki, lap ilişib qalıram. Səhlənkarlıq eləmək istəmirəm. Benyamin, bəhanə gətirmə. Sən bilmirsən ki, atanın görüşünə getməlisən? Hə, bilirəm. Bağışla, üzr istəyirəm. Atanı bundan artıq intisarda qoymayaq. Gedək. Məni bağışla, ata. Sizə söz verirəm ki, bundan sonra səhradan qaydanda birinci sizin görüşünüzə gələcəm. Yusifin fərağında çəkdiyim əzab mənə bəsdir. Sən niyə məni incidirsən, ay oğlum? Əgər sizi incitmək fikrim var idisə, Allah məni bağışlamasın. Yusifdən sonra səndən başqa heç kəsim yoxdur. Səni görmək məni sakitləşdirir. Əgər yadınızdadırsa, mən dəfələrlə cənab hökümdarın Amun məbədinin əleyhinə açıq-aydın mübarizəyə başlamaq qərarına qarşı çıxmışdım. Olmaya indi münasib zaman yetişib?
Elədir ki, var. Xanımlar, Nefertiti və Əsnad. Bizi Yüzarsiflə tək qoyun. Amun məbədi həm əzəmətli tərəfdarlarını, həm də xəzinələrini artıq itirib. Xəbər tutmuşam ki, Misir cəmaatının çoxu tək Allahlığa inan bəsləyir. Təklif eləyirəm ki, hər şəhərdə bugündən Misirin rəsmi inancının tək Allahlılıq olduğunu elan edəsiniz. Eşitdiniz, cənab Horemhop? Bu andan hamımızın tanrısı tək olan Allahdır. Amuna və başqa bütlərə sitayiş eləmək bugündən cinayət hesab olunur. Amunun məbədi mənim üçün ehtirama layiq göründüyünə baxmayaraq, Pərverdigarımın və hökmüdarımın inanc və etiqadını üstün hesab edirəm. Səndən başqa bir şey gözləmirəm. Misirin sərhədlərini düşmənlərdən qoruduğun kimi, Misirin şəhərlərini də bütpərəstlikdən təmizləmək lazımdır. Mən sizin əmrinizə tabiyəm. Əmrin icrasına başlayıram. Məbədin müqaviməti ilə qarşılaşmağa, tək Allahlılarla bütpərəstlər arasındakı döyüşə hazırlaşmaq lazımdır. Bütün Misir ordusunu səfərbər edib hazır ol əmrini verməliyik. Ola bilər ki, fitnələri zor gücünə yatırmağa məcbur olaq. Öldürmək və qan tökülməsinin əleyhinə olsam da, başqa çarə yoxdur. Bəzən bundan çəkinmək mənasızdır. Biz neçə illər ona görə səbr eləyib məbədin əleyhinə mübarizəni təxirə saldıq ki, qırğın və qətillərin sayını mümkün olduğu qədər azaldaq. Siz narahat olmayın. Ümid eləyirəm ki, qan tökülməyəcək. Cənab Axnatun və Yüzarsif bir-birlərinə çox bağlıdırlar. Elədir, hökmdar cənab Yüzarsifə bir ilahi rəhbər kimi baxır. Ey Allahın nəbisi, dua eləyin ki, bu ayin dəyişəndə insanların qanı tökülməsin və canları əldən getməsin. Hər cür uca dəyərləri əldə eləmək üçün çoxlu itkilər vermək lazım olur. Əfsus ki, iman toxumunun cücərməsi üçün çox qanlar axıdılır. Bu yolda tökülən həmin qanlar qaralmış qəlbləri işıqlandırar, hətta ölü qəlbləri belə dirildər. Amma bundan belə ümid eləyirəm ki, vahid Allah öz ardıcıllarına kömək eləyər. İmanın küfr və şirklə bu haqlı mübarizəsində bizi düşmənə qalib eləyər. Misirin hər yerinə çapar göndərin və Allahın yeganə həqiqi tanrı olduğunu elan edin. Kahinlərə və məbədin başçılarına deyin ki, bu gündən Amuna sitayiş eləmək günahdır. Kim onu təbliğ eləsə cəzalanacaq. Carçılara tapşırın ki, bunu bütün şəhərlərdə elan eləsinlər. Get. Ümidvaram ki, Amun bizi bağışlayacaq. Çünki biz buna məcburuq. Amunu Misirin böyük tanrısı bildiyim kimi, Axnatunu da Misirin böyük hökmüdarı və tanrıların övladı hesab edirəm. Baxmayaraq ki, Axnatun naxələf övladdır və ata tanrıya xəyanət eləyərək dinini dəyişib. Bugündən Misirin hökmüdarı Axnatunun və müdrik Yüzarsifin əmrinə əsasən Misir cəmaatının rəsmi dini Allahı tək tanrı tanıyaraq ona inanmaqdır. Bugündən etibarən Amuna və digər əldə düzəltmə bütlərə sitayiş eləmək
günah və bağışlanmaz cinayət hesab olunur. Mən Yüzərsifin nə vaxtsa bütpərəstlərin büsatını pozacağını bilirdim. Kahinlərdən qorxmaq lazımdır. Onlar sakit oturmayacaqlar. Allahı tək Tanrı tanıyaraq ona inanmaqdır. Bugündən etibarən Amuna və digər əldə düzəltmə bütlərə sitayiş eləmək günah və bağışlanmaz cinayət hesab olunur. Bugündən Misirin hökmüdarı Özündən nə xeyir görmüşük ki, Allahından da nə görək. Bunlar hamısı o Yüzarsifin işləridir. De ki, Yüzarsif məni zirvədən ayaq altına saldığı üçün onunla müxalifəm. Yoxsa biz Yüzarsifdən yoxsullara, kimsəsizlərə və məhrumlara xidmətdən başqa bir şey görməmişik. Xeyr, sizə o xidmət eləməyib. Mən və mənim kimilər sizə xidmət eləyib. O Amunun xəzinəsini və mənim kimilərin cibini boşaldıb ki, gədaların, sənin kimi acından ölənlərin süfrəsini doldursun. Sənin kimilər Yüzarsifin əlindən yanıq olduğu üçün təbii ki, onunla ədavət aparmalıdır. Mən heyrət eləyirəm ki, siz necə hazır gözlə görünən bütləri qoyub, gözə görünməyən tək Allaha pərəstiş eləyirsiniz. Çünki sizin görünən o daş tanrıçalarınız bizim üçün heç bir iş görməyiblər. Amma Yüzarsifin gözə görünməz Allahı bizi nəinki qıtlıqdan və aclıqdan, hətta köləlikdən də xilas elədi. Biz Yüzarsifin gözə görünməz Allahını sənin o huzurumuzda quruyub qalan tanrılarından daha üstün tuturuq. Bugündən Misirin hökmüdarı Axnatunun və müdrik Yüzarsifin əmrinə əsasən Misir cəmaatının rəsmi dini Allahı tək Tanrı tanıyaraq ona inanmaqdır. Bugündən etibarən Amuna və digər əldə düzəltmə bütlərə sitayiş eləmək günah və bağışlanmaz cinayət hesab olunur. Kəs səsini alçaq, kəs səsini. Nə danışdığını heç bilirsən? Kahin, sənin başın bədəninə ağırlıq elədiyinə görə Axnatunun əmrindən çıxırsan? Sizə Axnatun əmr eləyib ki, bu xəbəri küçə və bazarda car çəkəsiniz. Elədir. Cənab Axnatunun və cənab Yüzarsifin əmridir. Hər kim tək Allahın dininə müxalif olsa, həbs olunmalıdır. Mən Yüzarsifin işlərinin bu yerə çatacağını bilirdim. Amunun hələ çox sayda ardıcılları var. Cəmaatdan bir çoxu məbədin yanında yığışıb Amunun düşmənləri ilə mübarizə aparmağı istəyirlər. Biz öz varlığımızı müdafiə eləmək məcburiyyətindəyik. Yüzarsiflə mübarizə eləməliyik. Axnatun hələ məbədin kahinlərinin qüdrətini yaxşı bilmir. Hansı qüvvə ilə? Əskərimiz də yoxdur. Elə bu cəmaatla. Əgər onları səfərbər eləsəz və silah versəz, necə mübarizə aparacaqlarını görəcəksiniz. Bugündən Misirin böyük hökmüdarı Axnatun və böyük Yüzarsifin əmrinə əsasən Misir cəmaatının rəsmi dini tək Allahlılıqdır. Amun və digər əldə düzəltmə yalançı tanrıları rədd eləyib, həqiqi tanrı olan vahid Allaha, Atuna sitayiş eləyin. Bilirdim ki, sonda Misir cəmaatının dini tək Allahlılıq olacaq. Yüzarsifin Misir cəmaatının neçə minillik ayinini dağıtmağa haqqı yoxdur. Amma bizim nəyimiz varsa Yüzarsif və onun Allahının bərəkətindəndir. Amun və kahinlər bizim üçün nə edib ki? Sən bir bunun danışığına bax. Sən yəni mən, ata-babalarımın dinini atır. Əgər Yüzarsifin Allahı olmasaydı, qıtlıq Misir cəmaatını məhv eləyəcəkdi. Daşdan yorulmuş, soyuq saxta tanrılar bizim üçün nə edirlər, ha? Cavab ver mənə. Bəsli, dayanın, nə edirsiniz? Saxlayın davanı. Dayanın. Utanmırsınız, niyə dalaşırsınız? Eşq olsun Amuna, eşq olsun tanrılar tanrısına, eşq olsun Amuna. Buraxın məni. Məhv olsun. Buraxın məndən nə istəyirsiniz? Məhv olsun. Məyər Amun pərəstlik cinayətdir. Amuna sitayiş eləmək və onun tərəfdarlarından olmaq cinayət deyil. Amma Allahın dininə etiraz eləmək cinayətdir. Gedək. Buraxın məni. İzrəl, gəl. Əl çəkin məndən. görüm. Buraxın məni. Gəl. Buraxın. Bugündən Misirin böyük hökmüdarı Axnatun və böyük Yüzarsifin əmrinə əsasən
Misir cəmaatının rəsmi dini tək Allahlılıqdır. Amun və digər əldə düzəltmə yalançı tanrıları rədd eləyib, həqiqi tanrı olan vahid Allaha, Atuna sitayiş eləyin. Amun ayini kahinlər üçün pis deyil. Ən yaxşı əyləncə, ən ləzzətli yemək və ən gözəl qadınlara sahibdilər. Niyə Amunla müxalifət eləsinlər? Məyər bu düz işdir ki, Yuzarsif bütün cəmaatı özünün və hökumətin qulu eləyib, mənim kimilərin də gününü qara eləyib? Bizim üçün heç bir fərqi yoxdur. Biz elə əvvəlcədən qul olmuşuq, qullar kimi də yaşamışıq. Bizim üçün heç nə dəyişməyib. Qul olmaq, özünün çoxlu qulları olan sənin kimi adamlara axır gəlir. Yuzarsifin ən böyük günahı sizin kimilərin dilini uzun eləməkdədir. Onu qınama. Bugündən Misirin böyük hökmdarı Axnatun və böyük Yuzarsifin əmrinə əsasən Misir cəmaatının rəsmi dini tək Allahlılıqdır. Bugündən məmləkətin rəsmi dini tək Tanrıya, Allaha inanmaqdır. Bugündən Amun və digər bütlərə sitayiş eləyənlərin Allah pərəstlərə hücum eləməyə ixtiyarları yoxdur. Allahı yeganə Tanrı olaraq tanıyanlara hücum eləmək böyük və bağışlanmaz cinayət hesab olunacaq. Bütün bunlar Yusifin işidir. Eşidirsən, əziz dostum? Cəmaatın ona pərəstiş eləməsi bəs deyil. Gərək onun Allahına da pərəstiş eləsinlər. Düzünü desəm dostum, özü də, Tanrısı da sitayişə layiqdilər. Siz Amuna qarşı çıxa bilməzsiniz. Onun neçə min illik tarixi var. Heç kimin tək Allahlılara hücum eləməyə haqqı yoxdur. Yəni Tanrı Amuna hörmətsizlik olunsun, biz də susaq? Bəli. Əgər tək Allahlıya etiraz eləsən, cəzalandırılacaqsan. Eşitdiniz? Amunun şəhərində, Misirin böyük tanrılarının şəhərində tək Allahlıq qanunidir, Amun pərəstlik isə küfürdür. Lənət olsun yalancı cansız tanrılara! Məhv olsun Amunun məbədi! Sakit olun. Sən onların tanrısına hörmətsizlik eləməməlisən. Sən kimin tərəfindəsən? Mən Amuna lənət oxumaq istəyirəm. Kahinləri pisləyirəm, sənsə... Əgər sən onların tanrılarını söysən, onlar da sənin Allahını təhqir eləyəcəklər. Buna razı olarsan? Yox, yox, heç vaxt. Yeri göyü yaradan Allaha hamd olsun. Məbədin ağalarından o qədər zülm görmüşəm ki, öz qəzəbimi gizlədə bilmirəm. Yaman həngamə qofarmısan, ay Yusif. Düz eləyirsən. Əgər mənim tanrım da mənə bu qədər inayət eləsəydi, yerləri də, göyləri də ona sitayiş eləməyə vadar eləyərdi. Nə istəyirsiniz? Mənimlə nə işiniz var? Cənab, kafirlər amunpərəstliyi qadağan eləyiblər. Tək Allahlığı təbliğ eləyirlər. Cənab Alixmahu bir qərara gəlməlidir. Niyə bir iş görmürsünüz? Neçə gündür ki, carçılar cəmaatın rəsmi dininin tək Allahlı olduğunu elan eləyirlər. Carçılar tək Allahlığı aşkar şəkildə təbliğ eləyirlər. Başımızı qınımızın içinə salmışıq. Ətrafımızdan da xəbərimiz yoxdur. Görürsüz, Yuzarsif öz işini gördü. Amunpərəstlərin boynunun arxasından güclü bir zərbə vurdu. Bir iş görmək lazımdır. Gərək oturub hər bir işi ölçüb biçək. Ölçüb biçmək lazım olan vaxtda eləmədin. Deyəndə ki, Yuzarsif və Axnatunu aradan götürmək lazımdır, yenə eləmədin. İndi nəyi ölçüb biçmək istəyirsən?
Mən lazım bildiyim hər bir işi görmüşəm. Amma hər işin Yuzarsifə hədəfinə çatmaq üçün kömək eləyirdi. Məbəddə oturub kənardan tamaşa eləyirdin. Etiraf eləməliyəm ki, Yuzarsif vallahı çox qüdrətlidirlər. Yuzarsifin Allahı güclü deyil. Biz aciz və zəifik. Məyər Padyamun özünü cənab Alixmahudan tədbirli təsəvvür eləyir? Niyə də eləməsin? Alixmahunun ağlı və dəhrakəsi işin öhdəsindən gələ bilməyəndə, aydın məsələdir ki, Padyamunun qılıncı özünü daha yararlı və üstün biləcək. Özünü görməmişəm, amma onun qüdrətini ki görmüşəm. Allahını tanımasam da, Yuzarsifin özü mənim üçün möhtərəmdir. Yuzarsifin Allahı kimdir ki, mən ona pərəstiş eləyim? Əgər sən onu görmüsən, tanıyırsansa, de, mən də tanıyım. Yuzarsifin Allahı, onun yuxusunun yozumunu həyata keçirən, vədələrini yerinə yetirən Allahdır. Mən Yuzarsifin Allahını görməsəm də, onun nişanələrini və varlığını hiss eləyirəm. Mənə deyin görüm gözümlə görmədiyim bir varlığı, gözümün qarşısında duran və toxuna bildiyim bir varlıqdan necə üstün tuta bilərəm? Məyər görünən hər bir şeyə pərəstiş olunmalıdır? Öz ardıcılarının heç bir dərdinə dərman olmayan, onların çətinliklərini aradan qaldırmayan Tanrı pərəstişə layiqdirmi? Bəli. Düşmənlərindən ağır intiqam alan Tanrı pərəstişə layiqdir. Bugündən Amunun düşmənlərinin və kafir tək Allahlıların cavabı belə olacaq. Padyamun və kahinlər üçün bir insanı öldürmək, su içmək kimi asan bir işdir. Görəsən o günahsız bir insanı belə asanlıqla necə məhv eləyə bilib? Mən kahinlərlə mülayim rəftar eləmək istəyirdim. Amma onlar buna layiq deyillər. Bundan sonra Amun və başqa bütlərə pərəstiş eləmək, onları təbliğ eləmək cinayət hesab olunur. Və onu təbliğ eləyənlər həbs olunacaqlar. Əgər bir də tək Allaha pərəstiş eləyənlərdən öldürsələr, məbədi onların başına çurdacam. Hər yerdə elan eləyin ki, bütpərəstlərin təbliğlə məşğul olmağa haqları yoxdur. Və tək Allaha pərəstiş edənlərə qarşı çıxanlar ağır cəzalanacaqlar. Yuzarsif Amunun bütün sərvətini qarət eləyir. Buna son qoymaq lazımdır. Buna vaxta qədər belə davam eləyəcək. Onun qarşısını elə bugün almalıyıq. Yoxsa o həddini aşacaq. Əgər biz ayağa qalxmasaq, başımıza çıxacaqlar. Buradadır, gəl. Eşidirsiniz? Bütün bunlar Yuzarsifin işləridir. Hamını öz Allahına pərəstiş eləməyə vadar eləməsə, əl çəkən deyil. Xanım, bilmək olmur siz bu baş verən hadisədən narahatsınız, yoxsa sevinirsiniz. Yuzarsifin Allahına pərəstiş etmələrini istəyirsiniz, yoxsa istəmirsiniz? Mən hələ bir qərara gəlməmişəm. Amma məncə pərəstiş eləmələri yaxşıdır. Amma bəziləri Yuzarsifin Allahının əvəzinə onun özünü pərəstiş eləyirlər. Onun Allahını doğrusu yaxşı tanımasam da insafla deyin. Özü sitayişə layiq deyil.
Bu vaxtacan siz və məbədin kahinləri yeyib bəslənirdiniz. İndi isə hamımız bərabər Misirin nemətlərindən bəhrələnirik. Düz deyir. Məyər bunun eybi var? Əlbəttə ki, yoxdur. Yox, Heç bir eybi yoxdur. Misirin nemətləri Misirin xalqı üçündür. Bəli. Onu heç kim bizim əlimizdən ala bilməz. Yusif bütün Misir əhalisini xəlbirdən keçirir. Amma xəlbirdən xırda dənələr düşmək əvəzinə iriləri ayaq altına düşürlər. Yuzarsif sizin və qohumlarınızın canını ölüm təhlükəsindən xilas edib. Yuzarsif Amunun bütün sərvətini qarət edib. Varlıların sərvətini əlindən alıb. Yadınızdadır. Yuzarsif uşaq vaxtından fəqirlərlə, qullarla dost idi. Bir dəfə ona bir mirvari hədiyyə eləmişdim. Satıb hamısını sarayın işçilərinə xərclədi. Yadımdadır, həmişə xidmətçilər və qullarla sarayın qonşu həyətində görüşürdü. Həmişə dərdlərinə qulaq asıb onlara kömək eləyərdi. Dayanın görüm. Sakit olun. Kənara çəkilin. Siz bizim Amunu əlimizdən almaq istəyirsiniz. Bu düzgündür. Siz həbs olunursunuz. Gəlin. Gəl, qaçın. Məni buraxın. Mən neyləmişəm axı, buraxın məni. Biz səhv eləmişik. Bu neçə illik qıtlıqda biz təkcə məbədin kahinlərinin fikrindəydik. Cəmaatdan və qıtlığın yaratdığı çətinliklərdən xəbərsiz idik. Nə oldusa keçdi. İndi buna bir çarə tapmalıyıq. Artıq bir neçə nəfərə Yuzarsif və Axnatını öldürmək tapşırılıb. Biz gərək neçə il bundan əvvəl bu iki təhlükəli varlığı məhv eləyəydik. Mən düşünürəm ki, hələ də cəmaatı Amunun ətrafına yığmaq olar. Amunun yerdə qalmış sərvəti ilə cəmaatı səfərbər eləyə bilərik. Heç bir yerdə Yuzarsifin Allahına istəyiş eləyənlərin əmin-amanlığı olmamalıdır. Hər yerdə onların pusqusunda durmalıyıq. Bu vaxtacan Amunun tərəfdarlarından və məbədin kahinlərindən çoxunu həbs eləyiblər. Yəni kim ki, Yuzarsifin Allahına hörmətsizlik eləyir, o həbs olunur. Adiamun gərək öz ixtiyarında olan əskərlərlə birgə ambarlardan birinə hücum eləyib, buğdaları məbədin xeyrinə müsadirə eləsin. İstəyirəm onların gözünü elə qorxudum ki, heç vaxt yadlarından çıxmasın. Bu çıxış yolu deyil. Sizin dediyiniz özünü ölümə atmaqdır. Bəsdi mənə məsləhət verdiniz. Başqalarının mənim əvəzmə qərar verməsini gözləməyəcəm. Elə sizin sükutunuz hər şeyi məhv elədi. Sən adamlarımızın ölümünə səbəb olacaqsan. Mən gələcəyimizi, sağ qalmağımızı düşünürəm. Öz amunpərəstliyinin xətrinə qəzəbini boğub sakit ol ki, müdrikcəsinə bir çarə, bir tədbir düşünək. Siz oturun və müdrikcəsinə çarə tapın. Mənsə öz himayəmdə olan əskərlərlə nə edəcəyimi yaxşı bilirəm. Ümid varam ki, işləri daha da körlamayacaq. Əgər məndən soruşursunuzsa deyirəm, özünüzdən üstün və uca birinə pərəstiş eləyin. Elə bir varlığa ki, onun bütün sifətləri sizinkindən üstün olsun. Daş və taxta üstündür, yoxsa siz? Müxtəlif yırtıcılar üstündür, yoxsa siz? Şübhəsiz ki, bütün varlıqlar sizin hökmranlığınızın altında və sizdən aşağıdadılar. Yəni deyirsiniz, biz bütün canlıların hamısından üstünük? Bəli, siz bütün məxluqatın ən şərəflisi və üstün olanısınız. Sizlərdən kimsə mənə insandan üstün bir varlıq göstərə bilərmi? Tanrılar hamıdan üstündür. Tanrılar gildən və çubuqdandır. Yəni deyirsiniz ki, onlar sizdən üstündür? Cansız, gücsüz və möhtac olan, əlindən nə xeyir, nə şər gəlməyən Tanrı sitayişə layiqdir, yoxsa öz sonsuz qüdrəti ilə
7 il yağış nazil edərək sizi qıtlıqda ölümdən xilas eləyən uca Allah, biz o məbudə şahiş eləyirik ki, o öz xətagar bəndələrini xilas eləmək üçün özünün peyğəmbərini göndərib. Neçə il onu əzab-əziyyətə düçar eləyib. Neçə illər onu zindanın küncündə saxladı ki, bir gün onun vasitəsilə bəndələrini xilas eləsin. Biz Yuzasifə minnətdarıq. Biz Yuzasifə minnətdarıq. Əgər məbəddən bu vəziyyətdə çıxsaq, hamı vuruşmaq fikrində olduğumuzu biləcək. Və aydın məsələdir ki, bizlə vuruşacaqlar. Yaxşısı budur ki, adi paltarlar geyinib, silahlarımızı paltarlarımızın altında gizlədək. Gün ortadan sonra silahlı vəziyyətdə ambarlar olan məhəllədə olaq. Mən öz əskərlərimlə əvvəllər olduğu kimi buğda almaq üçün həmin məhəlləyə gələcəyik. Münasib vaxt tapan kimi ambarın işçilərinə və keşikçilərə gözlənilmədən hücum eləyib, bütün buğdaları məbəd üçün müsadirə eləyərik. Kim ki sizə müqavimət göstərdi, öldürün. İndi isə 3-4 nəfərlik dəstələrə ayrılıb, diqqəti cəlb eləmədən məbəddən çıxın. Bir də ki, atlarınızı da buğda daşımaq bəhanəsi ilə özünüzlə aparın. Növbəti 15-2 növbəti adam 22 növbə kimindir? 25-2 növbəti 18-2 növbəti 12 növbəti 4-2 növbəti 32 növbəti 15-2 16-2
Kaş gecə olmasın. Hamısı paltarının altında silah gizlətmişdi. Tələsin! Ha, nə olub? Biz də başqaları kimi buğda almağa gəlmişik. Yoxsa bundan əvvəl məbəd sizdən buğda almayıb? Gedə bilərsən. 15 ki. Gedə bilərsən. 25 ki. Hamını öldürün, buğdaları da talan eləyin, ambarlara da od vurub yandırın. Ambarları yandırın! Yuzarsif geldi! Yuzarsif geldi! Yuzarsif geldi! Yuzarsif geldi! Yola düş! Pənto, sənə nə oldu? Yuzarsif, şükür Allah ki, Allah'ın nebisi yaralanmayıp Yuzarsif'in yolunda öldürülmek saadettir. Yuzarsif benim için.
Allah sənə rəhmət eləsin, Pəntu. Sən Allah yolunda öldürüldün. Allah yolunda ölməyə layiqdin. Onu özünüzlə aparın. Amunun əskərlərini zindana aparın. Yaralıları müalicə eləyin. Ölənləri isə dəfn eləyin. Sizin ərlərinizin qatillərindən qisas alınacaq. Siz onların qan bağısını alacaqsınız. Əmin ola bilərsiniz. Gedək. Yol verin. Kənara çəkilin. Biraz gəlin, gəlin. Yaxın gəlin. Biz ambara hücum eləyib, keşikçiləri öldürdük və bacardığımız qədər buğda müsadirə elədik. Amma Yuzarsif gələn kimi hər şey məhv oldu. Bizimkilərin çoxu öldürüldü və yaralandı. Mən özüm də döyüşdə yaralandım. Bu az sayda əskərlərlə geri çəkilməyə məcbur oldum. Vay olsun sənə Padyamun. Əgər Yuzarsif gəlməsəydi və sən salamat qayıtmasaydın belə, arxayn ol ki, Axnatun intiqam almaq üçün bu məbədi başımıza aşıracaqdı. Elə indi də bu cür eləyəcək. Şübhəsiz birazdan Axnatunun ordusu bura hücum eləyəcək. İndi nə edəcəyik?